Bu günləri istəyirik tərzi karba, dəstgahı qəhvəsazı xanəci espresso sazı ölçəşək. Qəbl az hər çiz əvvəl görəcək ki, bu məxzəndə su var, yox görürük ki, bu həddə su var, görəcək. Bəd gəlib vuracaq bərqə. Deməzsən ki, vurduq bərqə, görəcək ki, bir dənə burada dökmə roşən olub da. Bu dökməni vuracaq ta kulli dəstgah kullən roşən ola. Ta o dəstgah roşən ola, biz qəhvəni götürüb tökəcək yerinə. Əvvəl qoy mən qəhvəni götürüm. Dəstgah da həmçənan görürsünüz ki, istəyir roşən ola. Feylən çeşmə çörək, feylən suyu gərmələyə bilməyibdir. Bu dub espressodur. Bəs 2 qaşıq bundan tökəcəyik. Görər. Və bir dənə bundan dalından vuracaq da biraz espresso bərkiyə. Və espresso'nun üstünü örtəcək ta hava çəkməyə. Görürük ki, suyu qızdırıbdır dəstgahımız üçün də çeşmək vermək. Bir dənə istəsək əgər dub qəhvəsi, bu bir dənə dub tökdük. Görürsünüz ki, bunun əndazəsi bundan çoxdur. Bu dubdur, bu təkdir. Bunu vuracaq. Əvvəl bir dənə vuraq, qulaq suyu zərrə töksün yerə, ta havası çəkilsin. Bəli, töksün. Zərrədə töksün. İndi də qızışıbdır. Vuracaq da dəstgahı biraz da qızdıraq. Və gəlib bunu bağlayacaq bura. Saati noxda, məsələn, belənçi deyim day. Noxda belənçi bağlanacaq, şişdə belənçi çəkiləcək. Və bir dənə livan qoyacaq bunun altına, vuracaq, bunu vuracaq da. Bunu vuracaq da tökülə içəri. Görürsünüz nə qəşəng töküləyib. Əslində əl vurmayacaq. Güdəcək ki, dəstgah özü qət ola, bəli, özü qət oldu. Özü ki, qət oldu, bir dənə qəhvəni götürəcək, bunun düyməsini xamış eləyəcək və bir dənə də şokoladlı qəhvə. Tamam. Əgər bu videodan xoşunuz gəldi, lütfən subscribe edin və videonu da like edin.